Venn diaqramında musiqi və şahmat dərnəklərinə gedən şagirdlərin sayı verilmişdir. Hər iki dərnəyə gedən şagirdlərin sayı yalnız musiqi dərnəyinə gedən şagirdlərin sayının 80%-ni təşkil edir. Musiqi və şahmat dərnəklərinə gedən bütün şagirdlərin sayını tapın. Hər iki dərnəyə gedən 3x qədərdir. 3x 80% təşkil edir. Yalnız musiqi dərnəyinə gedənlər isə 4x çıxılsın 1. Bu da 100% təşkil edir. 80 və 100-ü 20-yə ixtisar eləsək, burada 4, burada 5 düşər. Çarpaz vuraq, 3x vurulsun 5 bərabərdir. 4x çıxılsın 1 vurulsun 4. 15x bərabərdir 16x çıx 4. 16x-dən 15x çıxsaq x qalar, x də bərabərdir 4-ə. X 4-dürsə 4 vurulsun 4. Deməli 4 vur 4 çıxılsın 1. 16-dan 1 çıxdıq 15. Deməli burada 15 şagird yalnız musiqi dərnəyinə gedən, 3 vurulsun 4, 12 nəfər hər iki dərnəyə gedən, 3 vurulsun 4, 12, 12-dən də 2-ni çıxdım, qaldı 10. 10 nəfər də yalnız şahmat dərnəyinə gedən və toplam 37 nəfər şagird eləyir.